Vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Salam hörmətli 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. 102 xəbər info və Inform Xəbər TV-nin rəhbəri Azər Kazımov haqqında qısaca da olsa hər birinizi məlumatlandırırıq. Azər Kazımov tanınmış bir jurnalist və media mütəxəssisi. Azərbaycan jurnalistikası sahəsindəki fəaliyyəti ilə geniş bir auditoriyaya tanışdır. O, öz peşəkar karyerasına jurnalistika ilə başlayaraq müxtəlif media platformalarında çalışmışdır. Azər həmçinin müəllimlik fəaliyyəti ilə də tanınır. Gənc jurnalistlərə öz bilik və təcrübələrini paylaşaraq onların inkişafına dəstək olur. Azər müasir informasiya mühitindəki dəyişiklikləri yaxından izləyir və bu sahədəki yenilikləri öz işinə inteqrasiya edir. O, müxtəlif xəbərlər və analitik yazıları təqdim edərək cəmiyyətin məlumatlandırılmasına töhfə verir. Onun yazıları dərin araşdırmalar və obyektiv yanaşma ilə seçilir və bu da onun oxucular arasında populyar edir. Eyni zamanda Azər sosial mediada da aktivdir və burada öz fikirlərini, xəbərlərini, müzakirələrini paylaşır. Onun müasir texnologiyalardan istifadə edərək geniş kütləyə çatma bacarığı onun jurnalistika sahəsindəki öncülərdən bir halına gətirir. Azər Kazımov həmçinin gənc jurnalistlərin yetişdirilməsindəki rolu ilə də tanınır. O, müasir jurnalistika standartlarına uyğun olaraq gənclərə öz biliklərini aşılayır və onlara ilham verir. Bu, onun peşəkar fəaliyyətinin bir parçasıdır və cəmiyyətin inkişafına yönəlmiş bir addımdır. Azər jurnalistika sahəsindəki uğurları ilə yanaşı, insanlara olan sevgisi və cəmiyyətə olan bağlılığı ilə də tanınır. Onun fəaliyyəti yalnız peşə mühitində deyil, eyni zamanda sosial məsuliyyət anlayışında da özünü göstərir. Hal-hazırda 102 xəbər info və Inform Xəbər TV-nin rəhbəri kimi də fəaliyyət göstərir. 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkələrinin rəhbəri Azər Xudayeroğlu efiri səsləndirdi. 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkələrinin efir aparıcısı Gilas Mahir qızı. Salam hörmətli 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkə izləyiciləri. 102 xəbər info və Inform Xəbər TV-nin rəhbəri Azər Kazımov haqqında qısaca da olsa hər birinizi məlumatlandırırıq. Azər Kazımov tanınmış bir jurnalist və media mütəxəssisi. Azərbaycan jurnalistikası sahəsindəki fəaliyyəti ilə geniş bir auditoriyaya tanışdır. O, öz peşəkar karyerasına jurnalistika ilə başlayaraq müxtəlif media platformalarında çalışmışdır. Azər həmçinin müəllimlik fəaliyyəti ilə də tanınır. Gənc jurnalistlərə öz bilik və təcrübələrini paylaşaraq onların inkişafına dəstək olur. Azər müasir informasiya mühitindəki dəyişiklikləri yaxından izləyir və bu sahədəki yenilikləri öz işinə inteqrasiya edir. O, müxtəlif xəbərlər və analitik yazıları təqdim edərək cəmiyyətin məlumatlandırılmasına töhfə verir. Onun yazıları dərin araşdırmalar və obyektiv yanaşma ilə seçilir və bu da onun oxucular arasında populyar edir. Eyni zamanda Azər sosial mediada da aktivdir və burada öz fikirlərini, xəbərlərini, müzakirələrini paylaşır. Onun müasir texnologiyalardan istifadə edərək geniş kütləyə çatma bacarığı onun jurnalistika sahəsindəki öncülərdən bir halına gətirir. Azər Kazımov həmçinin gənc jurnalistlərin yetişdirilməsindəki rolu ilə də tanınır. O, müasir jurnalistika standartlarına uyğun olaraq gənclərə öz biliklərini aşılayır və onlara ilham verir. Bu, onun peşəkar fəaliyyətinin bir parçasıdır və cəmiyyətin inkişafına yönəlmiş bir addımdır. Azər jurnalistika sahəsindəki uğurları ilə yanaşı, insanlara olan sevgisi və cəmiyyətə olan bağlılığı ilə də tanınır. Onun fəaliyyəti yalnız peşə mühitində deyil, eyni zamanda sosial məsuliyyət anlayışında da özünü göstərir. Hal-hazırda 102 xəbər info və Inform Xəbər TV-nin rəhbəri kimi də fəaliyyət göstərir. 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkələrinin rəhbəri Azər Xudayeroğlu efiri səsləndirdi. 102 xəbər info və Inform Xəbər TV sosial şəbəkələrinin efir aparıcısı Gilas Mahir qızı.